Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinə verilən məlumata görə yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini Kərkicahan qəsəbəsinə əhatə edir. Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut Qarabağ Universitetinin klinikası, Xankəndi tikiş fabriki, 2 nömrəli marşrut Kərkicahan qəsəbəsi, Dəmiryol və avtovağzal kompleksi, 3 nömrəli marşrut isə Qarabağ Universitetinin klinikası 1-ci dairə istiqamətində fəaliyyət göstərir. Allah xeyirli uğurlu eləsin. Bütün Xankəndi əhlini, əhalisini, cəmaatını bu adından təbrik edirəm bu münasibətlə. Biz də Xankəndində artıq marşrutdan istifadə edirik. Taksi ilə gəlib getmək olur, marşrut bizə ən böyük qüvvədir, gücdür ki, yəni marşrutla biz də artıq işimizə gedib evimizə gedəcəyik. Çox məmnunuq. Şəhərimizin abadlaşmasına, çox insanların rahat gedib gəlməyi üçün daha əlverişli olacaq. Kart vasitəsilə ödənişli, çox rahat, 3 istiqamətdə şəhərin bütün istiqamətlərində rahat gedib gələ bilirik. Marşrut xəttləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişin daşıma isə Bakubas MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir. Anar Şuşalı xanım Rüstəmzadə, NTV Xəbər, Xankəndi.